Bu kəndlər Azərbaycanın ən çox turist qəbul edən ərazilərindən sayılır. Son illərdə Qırız və Qırız Dəhniyə gələn turistlərin sayı 10 minlərlədir və bu say artmaqda davam edir. Burada müxtəlif treking və etnoturizm marşrutları mövcuddur. Ən çox seçilən marşrutlardan biri Xınalıq Qırız Dəhnə Laza istiqamətidir. Bu marşrut artıq beynəlxalq səyyah platformalarında yüksək reytinq alıb. Hər il təkcə yay aylarında bu marşrutdan minlərlə yerli və xarici turist keçir.